Şvarts, böyük düşüncənin sehri. İkinci fəsil. Özünüzü uğursuzluq xəstəliyindən müalicə edin. Ey insanlar, uğur qazanmaq haqqında öz-özünüzə düşünsəniz, tədqiq edəcəyiniz tək şeyin elə insanlar olduğunu görəcəksiniz. İnsanların uğur qazanma prinsiplərini kəşf edin. Daha sonra bunları öz həyatınıza tətbiq etmək üçün onları diqqətlə öyrənəcək və dərhal hərəkətə keçmək istəyəcəksiniz. İnsanları öyrənərkən dərinlərə baş vurduqca uğur qazanmayan insanların zehin öldürücü bir düşüncə xəstəliyindən əziyyət çəkdiklərini görəcəksiniz. Biz bu xəstəliyi bəhanə xəstəliyi adlandıracağıq. Bütün uğursuzluqların arxasında bu xəstəliyin gecikmiş forması dayanır. Demək olar ortalama bütün insanlar həyatları boyunca bu xəstəliyin ən azı yüngül formasını keçiriblər. Bəhanə xəstəliyinin daim inkişaf edən şəxslə sahib olduğu məqamda güc-bəla ilə dura bilən adamın arasındakı fərqdə öz izahını tapdığını aşkar edəcəksiniz. Görəcəksiniz ki, daha çox uğur qazanan insan məhz daha az bəhanə gətirən insandır. Ancaq heç yerə getməmiş, hansısa bir məqama yetişməmiş birinin hər zaman bir kitab dolusu bəhanəsi olur. Adi bəhanələri olan adamlar nə üçün edə bilmədiklərini, bu vaxtacan niyə etmədiklərini və etməmiş olduqlarını və hələ də nə üçün etmədiklərini izah etməkdə pərgar olurlar. Uğur qazanmış insanların həyatlarına nəzər saldıqda görəcəksiniz ki, adi bəhanələr tapan adamın tapdığı bəhanələri uğur qazanmış insan da tapa və istifadə edə bilərdi. Öz uğurunun arxasında gizlətdiyi bir bəhanəsi olan çox böyük uğurlara imza atmış biznesmen, hərbiçi, satış təmsilçisi, mütəxəssis, hər hansı sahədə rəhbər şəxsin olduğunu nə eşitmişəm, nə də görmüşəm. Roosevelt öz iflic olmuş ayaqlarının Truman heç bir ali təhsilinin olmamasının arxasında gizlənə bilərdi. Kennedy isə deyə bilərdi, mən prezident olmaq üçün xeyli cavanam. Yaxud Johnson və Eisenhower infarkt keçirdiklərini bəhanə edərək yaxalarını hər şeydən kənara çəkərdilər. Digər xəstəliklər kimi bəhanə tapmaq xəstəliyi də düzgün müalicə olunmadıqda daha da pisləşir. Bu cür düşüncə xəstəliyinin qurbanında belə bir əqli proses gedir. Lazım olduğu qədər yaxşı edə bilmirəm. Özümü müdafiə etmək üçün alibi kimi nədən istifadə edə bilərəm? Nə olsun? Xəstəliyimmi? Lazımı təhsilimin olmamasımı? Çox yaşlı olmağımmı? Yaxud çox cavan olmağımmı? Bəxtsiz olmağımmı? Həyat yoldaşımmı? Ailəmdən aldığım tərbiyəmi? Bu uğursuzluq xəstəliyinin qurbanı bir dəfə yaxşı bəhanə taparsa, həmişə ondan yapışar. Daha sonra həmin bəhanəni əsas gətirərək nə üçün qabağa gedə bilməməsini özünə və başqalarına izah edər. Və hər dəfə qurban bu bəhanədən istifadə edərkən etdiyi bəhanə onun şuur altında daha da dərinlərdə özünə yer eləyər. Düşüncələr nikbin və ya bədbin olmasından asılı olmayaraq müntəzəm təkrarla gübrələnərək daha da güclənər. İlk başdan qurban öz alibinin nə dərəcədə həqiqət və ya yalan olduğunu dərk edir. Lakin onu nə qədər tez-tez təkrarlayarsa, bu alibinin onun uğur qazanmamasının əsl səbəbi olduğunu düşünür və onun həqiqiliyinə özünü daha çox inandırmış olur. O zaman şəxsin uğur qazanma proqramında ilk üsul özünü bəhanələr, uğursuzluq xəstəliyi əleyhinə peyvəndləmək olmalıdır. Bəhanəçilik xəstəliyinin ən çox rast gəlinən 4 növü. Bəhanəçilik çox fərqli formalarda ortaya çıxır. Amma bu xəstəliyin ən təhlükəli növləri səhhət, zəka, yaş və bəxtdir. İndi isə gəlin özümüzü bu 4 xəstəlikdən necə qoruya biləcəyimizi öyrənək. 1. Axı mən sağlam deyiləm. Sağlamlıq bəhanəçiliyi özünü xroniki, özümü yaxşı hiss etmirəm bəhanəsi ilə daha spesifik filan nasazlıqlarım var bəhanəsi arasında cürbəcür formalarda biruzə verir. Səhhətin pozğun olması minlərlə fərqli formada fərdin istədiyini etməməyi, daha böyük məsuliyyətin altına girməməyi, daha çox pul qazana və uğur əldə edə bilməməyi üçün bəhanə olaraq istifadə edilir. Milyonlarla insan sağlamlıq bəhanəsindən əzab çəkir. Gəlin görək bu bəhanələri həqiqətənmi əksər hallarda əsaslandırmaq mümkündür. Sağlamlığı bəhanə edə biləcəyi halda bunu etməyərək uğur qazanmış bütün tanışlarınızı bir anlığa göz önünə gətirin. Həkim və cərrah dostlarım mənə təbiətdə qüsursuz bircə yaşlı adamın olmadığını deyiblər.
Hamının fiziki narahatlıqları ola bilər. Çox adam uğura, müvəffəqiyyətə, qələbəyə yönəlmiş insanların əksinə tamamilə yaxud qismən sağlamlıq bəhanəsinə təslim olur. Bir dəfə günün ikinci yarısı sağlamlığa dair eyni zamanda səhv və düz yanaşmaları ortaya qoyan iki hadisə ilə qarşılaşdım. Clevelanddəki bir çıxışımı yenicə bitirmişdim. 30 yaşlarında bir adam mənimlə bir neçə dəqiqə xüsusi görüşmək istədiyini bildirdi. Seminarla əlaqədar tərifləyici sözlər söylədi və əlavə etdi. Ancaq qorxuram, fikirlərinizin mənə elə də ciddi bir faydası olmasın. Baxın, dedi. Məndə bir ürək nasazlığı var. Özümü daima nəzarət altında saxlamalıyam. Mənə 4 ayrı həkimlə görüşdüyünü, ancaq heç birinin bu narahatlığı müəyyən edə bilmədiyini danışdı. Ona nə etməsini məsləhət görə biləcəyimi soruşdu. Açığı dedim, ürəklə bağlı heç bir məlumatım yoxdur. Amma sizin yerinizdə olsaydım 3 şey edərdim. Birincisi, özümü tapa bildiyim ən yaxşı ürək mütəxəssisinə göstərər və onun diaqnozunu son nəticə olaraq qəbul edərdim. İndiyə qədər 4 həkimlə görüşmüsünüz və bunların heç biri ürəyinizdə müəyyən bir sıxıntı tapa bilməyib. Qoy 5-ci həkim axırıncı olsun. Bəlkə də ürəyiniz çox sağlamdır, amma buna görə narahat olmağa davam etsəniz, axırda ciddi bir ürək nasazlığı ilə qarşılaşa bilərsiniz. Çox vaxt özündə xəstəlik olduğu fikrinə alüdə olmaq, bədəndən gələn hər siqnalı ciddi bir xəstəlik işarəsi kimi anlamaq və özünü buna qapdırmaq nəticədə psixoloji və fiziki narahatlıqlara yol aça bilər. İkincisi, Həkim Schindlerin İlin 365 gününü necə yaşamalı adlı möhtəşəm kitabını oxumağınızı tövsiyə edərdim. Həkim Schindler bu kitabda hər 4 xəstə yatağından 3-ünün hisslərlə əlaqədar narahatlıqdan əzab çəkən insanlarla dolduğunu deyir. Təsəvvür edin, xəstə olan hər 4 insandan 3-ü hiss və duyğularının öhdəsindən gəlməyi öyrənmiş olsaydı, indi hamısı kifayət qədər sağlam idi. Həkim Schindlerin kitabını oxuyun və duyğuların idarəsi üçün öz proqramınızı tərtib edin. Üçüncüsü və sonuncusu isə ölənə qədər həyatın haqqını ödəyərək yaşamaqla bağlı dəqiq qərar verərdim. Sonra isə bu dərdli gəncə illər əvvəl vərəmə yoluxmuş bir vəkil dostumdan aldığım bəzi məntiqli məsləhətləri nəql etdim. Həmin dostum nizamlı, sistemli və daima nəzarət altında bir həyat sürməli olduğunu bilirdi. Amma bu onun peşəsinə davam etməklə gözəl bir ailə qurmasına və həyatdan həqiqi mənada zövq almasına mane olmadı. İndi 78 yaşında olan həmin tanışım fəlsəfəsini belə ifadə edir. Ömrümün sonuna qədər doya-doya yaşayacağam və həyatla ölümü bir-birinə qarışdırmayacağam. Bu dünyada olduğum müddətdə həqiqətən yaşayacağam. Axı nə üçün həyatımı yarımcan davam etdirməliyəm? Bir insanın ölüm barədə düşünüb narahatlıqla keçirdiyi hər dəqiqə onun ölü olaraq keçirə biləcəyi bir dəqiqəyə bərabərdir. Bu məqamda oradan ayrılmaq məcburiyyətindəydim. Çünki Detroit reysinə yetişməli idim. Təyyarədə başıma ikinci və daha maraqlı hadisə gəldi. Təyyarə böyük bir gürültü ilə havaya qalxdıqdan sonra bir tıqqıltı eşitdim. Təəccüblə yanımda oturan adama baxdım. Sanki səs ondan gəlirdi. Üzündəki təbəssüm ifadəsi ilə mənə baxdı və "Ah, bomba deyil, səs ürəyimdən gəlir" dedi. Açıq-aşkar təəccübləndiyimi görüb başına gələnləri danışmağa başladı. 21 gün əvvəl əməliyyat olunmuşdu. Ürəyinə plasmas qapaqcıq qoyulmuşdu. Süni qapaqcığın üstü örtülüncəyədək bu səsin aylarla davam edəcəyini dedi. Mən isə ondan daha sonra nə ilə məşğul olacağını soruşdum. Dedi, böyük planlarım var. Minnesota qayıdıb hüquq təhsili alacağam. Bir gün dövlət idarələrində işləmək ümidim var. Həkimlər mənə bir neçə ay dincəlməyimi tapşırdılar. Ondan sonra yenidən doğulmuş kimi olacağam. Sağlamlıq məsələləri ilə üz-üzə gələrkən iki yanaşma tərzi, çıxış yolu vardır. Birinci misalda yaradılış etibarilə bir problemi olub-olmadığından belə əmin olmayan birinci adam narahat, həyəcanlı idi. Özünə məğlub olma yolunda olan insan işində irəli gedə bilməyəcəyi fikrini başqalarına təsdiqlətdirmək ehtiyacı duyur. İkinci misalda isə insan ən çətin əməliyyat keçirdikdən sonra belə nikbindir və nələrsə etməyə can atır. Buradakı fərq onların sağlamlıq barəsindəki yanaşma tərzi ilə bağlıdır. Şəxsən mən özüm də sağlamlıq bəhanəsi mövzusunda bəzi hadisələrlə qarşılaşmışam. Şəkər xəstəsiyəm. Bundan əzab çəkdiyimi anladıqdan dərhal sonra təxminən 5000 dərialtı insulindən əvvəl mənə belə bir xəbərdarlıq etdilər. Diabet fiziki vəziyyətdir, amma diabetə qarşı inkişaf etdirilən
bədbinlikdən daha böyük zərər verir. Diabet mövzusunda nə qədər çox narahat olsan, başın bir o qədər də çox ağrıyacaq. Şübhəsiz diabet xəstəliyimin olduğunu öyrənəndən bəri bir çox diabet xəstəsi ilə tanış olmuşam. İcazə verin sizə iki əks və son nöqtədə olan iki insan barəsində danışım. Onlardan biri vəziyyəti olduqca yüngül olsa da artıq Yaşayan Ölülər Dərnəyinə üzv olmuşdu. Dəyişkən hava şəraitlərini özü üçün narahatlıq səbəbinə çevirdiyinə görə adətən gülünc formada üst-üstə və qat-qat geyinir, infeksiyaya yoluxmaqdan qorxur, buna görə də yüngülcə qripə tutulan şəxslərdən uzaq qaçır, özünü çox yorulmaqdan qoruyur. Buna görə də demək olar ki, heç nə etmir, zehni enerjisinin böyük hissəsini nələrin baş verə biləcəyinin dərdini çəkməyə sərf edir. Xəstəliyinin nə qədər qorxunc olduğunu danışaraq başqa insanları bezdirir. Onun həqiqi xəstəliyi diabetlə bağlı deyil. Həmin adam bəhanəçilik xəstəliyindən əzab çəkməkdədir. Onun şikəst və işə yaramayan insan olduğuna inanaraq özünə yazığı gəlməkdədir. Digər son nöqtədə dayanan insan isə böyük bir nəşriyyatın şöbə müdiridir. O yüksək dərəcəli şəkər xəstəsidir. Az əvvəl bəhs etdiyim adamdan 30 qat artıq insulin qəbul edir. Amma xəstə olmaq üçün deyil, işindən zövq almaq üçün və əylənmək üçün yaşayır. Bir gün mənə belə dedi: "Əlbəttə ağırdır, amma təraş olmaq da belədir. Bunu düşünərək özümü yatağa həbs etməliyəm." O peyvəndləri qəbul edərkən insulini tapanlara dua oxuyuram. Məşhur bir universitet müəllimi olan yaxın bir dostum 1945-ci ildə Avropadan tək qol ilə qayıtdı. Əlilliyinə baxmayaraq John daima gülərüzdür. Daima başqalarına kömək göstərir. Tanıdığım bir çox insanlar qədər nikbindir, gülərüzdür. Bir gün onunla əlilliyi barədə uzun-uzadı söhbət etdik. "Bu sadəcə olaraq bir qoldur," dedi John. "Əlbəttə, iki qol bir qoldan daha yaxşıdır. Onlar sadəcə qolumu kəsdilər. Ruhum isə hələ də bütövdür, tamdır, pis təsirə uğramayıb. Bunun üçün həqiqətən şükür edirəm." Bir başqa əlil dostum isə möhtəşəm bir qolf oyunçusudur. Bir gün ondan tək qolla necə bu qədər demək olar mükəmməl tərs formalaşdıra bildiyini soruşdum. İki qollu qolfçuların çoxunun bu qədər gözəl zərbələrə malik olmadığını dedim. Cavabı çox şey ifadə edirdi. Yaşadıklarımdan doğru mövqe və tək qolun daima səhv mövqe və cüt qoldan daha mükəmməl iş görə biləcəyini öyrəndim. Doğru mövqe və tək qol, səhv mövqe və iki qoldan üstündür. Bu barədə biraz fikirləşin. Bu sadəcə qolf meydançasında deyil, həyatın hər sahəsində aktualdır. Sağlamlıq bəhanəsinin qarşısını almağın 4 üsulu. Sağlamlıq bəhanəsinə qarşı ən yaxşı peyvənd bu 4 dozadan ibarətdir. 1. Səhhətiniz haqqında danışmaqdan imtina edin. Bu nasazlıq hətta adi soyuq dəymə haqqında belə nə qədər danışırsınızsa, o qədər pisə doğru gedirmiş kimi görünər. Narahatlıqlar haqqında danışmaq alaq otlarına gübrə vermək kimi bir şeydir. Üstəlik, sağlamlığınız haqqında danışmaq pis vərdişdir. Bu insanları bezdirir. Diqqəti uğur qazanmağa cəmləmiş insanlar narahatlıqları barədə danışmağa təbii meyillilikdən uzaq olurlar. Bəlkə bir insan bunlardan bəhs edərək biraz rəğbət qazana bilər. Bəlkə deyirəm. Amma xronik bir şikayətçi kimi hörmət və sədaqət əldə edə bilməz. 2. Sağlamlığınızla bağlı narahat olmaqdan əl çəkin. Dünyaca məşhur Mayo Klinikin fəxri müşavirə həkim Walter Alvarez bu yaxınlarda belə yazırdı. Xüsusilə ürkək insanlardan daima özlərinə həkim olmalarını və qayğılarını nəzarətdə saxlamağı tələb edirəm. Məsələn, 8 fərqli rentgen nəticəsinin orqanın tamamilə qaydasında işlədiyini göstərməsinə baxmayaraq, ciddi bir öd kisəsi nasazlığından əzab çəkdiyinə inanan bir adamı görəndə artıq öd kisəsi analizləri verməkdən əl çəkməsi üçün ona yalvardım. Ürəyində problem olduğuna inanan yüzlərlə insana elektrokardioqram çəkdirməkdən vaz keçmələri üçün yalvarmışam. 3. Sağlamlığınızın indiki vəziyyətinə ürəkdən şükr edin. Tez-tez təkrarlamağa dəyər bir söz var. Ayaqları olmayan bir adamla tanış olana qədər ayaqqabılarımın köhnə olduğu üçün kədərlənirdim. Özünüzü yaxşı hiss etmədiyiniz üçün gileylənmək əvəzinə kifayət qədər sağlam olduğunuz üçün xoşbəxt olmaq daha yaxşıdır. Mövcud sağlamlığınız üçün şükür etmək belə yeni ağrılar və həqiqi xəstəliklərə qarşı güclü bir peyvənddir. 4. Özünüzə tez-tez bunu xatırladıb təkrarlayın. Oturub çürüməkdənsə fəaliyyətdə ikən aşınmaq daha yaxşıdır.
Həyat sizin həyatınızdır. Ondan zövq alın. Boş yerə xərcləməyin. Özünüzü bir xəstəxana yatağında təsəvvür edib yaşamağı təxirə salmayın. Bəhanəçilik xəstəliyinin ən çox rast gəlinən 4 növündən ikincisi. Axı uğur qazanmaq üçün çox ağıllı olmalısan. Beyin bəhanəsi ya da kifayət qədər ağıllı deyiləm fikri ilə tez-tez rastlaşırıq. Hətta ətrafımızdakı insanların bəlkə də 95%-i bundan əzab çəkir. Bəhanəçiliyin bir çox digər növlərindən fərqli olaraq bu növdən əziyyət çəkənlər adətən susur, səssiz qalırlar. Kifayət qədər zəkadan məhrum olduğunu aşkar qəbul edən insanlar elə də çox deyil. Əksinə onlar bunu daha çox daxilən hiss edir, düşüncələrinin dərinliklərində yaşayırlar. Əksəriyyətimiz zəka ilə əlaqədar iki əsas səhvə yol veririk. 1. Öz əqli qabiliyyətimizə lazımi dəyər vermirik. 2. Başqalarının əqli gücünün gözümüzdə çox böyüdür, şişirdirik. Bu səhvlərə görə insanlar özlərini zəif hiss edir, özlərinə layiq olduqları şəkildə dəyəri vermir, beləliklə də özlərini ucuz satırlar. Çətinlikləri nəzarət altına almaq, mübarizə aparmaq və öhdəsindən gəlməyə cəhd edə bilmirlər. Çünki buna baş lazımdır fikrində ilişib qalırlar. Amma sonra hardansa zəkası ilə bağlı heç bir şübhəsi olmayan bir adam ortaya çıxır və işi ələ keçirir. Əsas nə qədər ağıllı olmağınız deyil, həm də ağlınızdan necə istifadə etməyinizdir. Ağlınıza istiqamət verən düşüncə isə beyin gücünüzdən daha əhəmiyyətlidir. İcazə verin, təkrarlayım, çünki bu həyatı dərəcədə vacib məqamdır. Zəkanıza istiqamət verən düşüncə beyin gücünüzdən daha çox əhəmiyyətlidir. Uşağınız bir elm adamı olmalıdırmı? Sualına ölkənin qabaqcıl fikir sahiblərindən Dr. Edward Teller bu cavabı verdi. Bir uşağın elm adamı olması üçün ildırım sürətində zəkaya, möcüzəvi yaddaşa, yaxud məktəbdə əla qiymətlər almağa ehtiyacı yoxdur. Yeganə vacib məqam uşağın elmə yüksək maraq bəsləməsi ilə bağlıdır. Maraq, həyəcan, coşqu elmdə belə çətin faktor hesab olunur. Şən, nikbin, paylaşmağı bilən və əməkdaşlığa meylli, IQ-su cəmi 100 olan bir insan, IQ-su 120 olan, qaşqabaqlı, bədbin, məncil və əməkdaşlıq etməyən insandan daha çox pul, daha çox hörmət və daha çox uğur qazanacaq. Hansısa iş, vəzifə və ya layihə yekunlaşanacan ona sadiq qalacaq qədər ortabab bir zəka dahilik dərəcəsində olsa belə istifadə edilməyən zəkadan daha üstündür. Çünki bir işlə məşğul ola bilmək bacarığının 95%-ni o işdə sabit olaraq çalışmağa davam edə bilmək qabiliyyəti təşkil edir. Keçən il bir məzun toplantısında 10 ildir görmədiyim tələbə yoldaşlarımdan biri ilə rastlaşdım. Çak çox çalışqan tələbə idi və fəxri diplomla məzun olmuşdu. Onu axırıncı dəfə görəndə hədəfi Qərbi Nebraskada öz işini qurmaq idi. Çakdan sonda necə bir iş qurduğunu soruşdum. Əslində deyə bir etiraf etdi. Mən özümə aid bir işə girişmədim. 5 il, hətta 1 il əvvələ qədər bunu heç kimə deyə bilmirdim. İndi artıq deməyə hazıram. Geri dönüb universitet təhsilimə baxanda bir iş ideyasının nə üçün həyata keçirilə bilməyəcəyi, bir təşəbbüsün nəyə görə baş tutmayacağı üzrə ixtisaslaşdığımı anlayıram. Kiçik bir müəssisənin uğursuz olmasına səbəb olan ağla gələ biləcək hər cür çətinliyi, təhlükəni, faktoru öyrəndim. Böyük bir sərmayəyə sahib ola bilməzsiniz. Təqdim etdiyiniz məhsul və ya xidmətə böyük tələbat varmı? Bazar şərtlərinin münasib olduğuna əminsənmi? Yerli sənaye imkan verirmi? Sabitlik mövcuddurmu və başqa bunun kimi min cür şey. Elə də gözü açıq olmayan, başı yaxşı işləməyən, hətta ali təhsili belə olmayan orta məktəb yoldaşlarımın çoxunun bugün uğurla davam etdirdikləri işlərinə rəhbərlik etmələri məni daha çox yandırır. Amma mən həvəssiz işləyir, yük daşımalarına nəzarət edir, asta-asta və əziyyətlə irəliləyirəm. Kiçik bir ticari təşəbbüsün nə üçün uğurlu ola biləcəyi barədə biraz baş sındırsaydım, bugün hər mənada çox-çox daha yaxşı vəziyyətdə olardım. Çakın zəkasına istiqamət verən düşüncə onun zəka gücündən daha çox əhəmiyyətli idi. Nəyə görə bəzi çalışqan insanlar uğur qazana bilməyiblər? Uzun illərdir dahi kimi dəyərləndirilən, yüksək mücərrəd zəkaya sahib və fəxri akademik təşkilatı üzvü olan bir nəfər tanıyıram. O çox yüksək təbii zəkaya sahib olmasına baxmayaraq tanıdığım ən uğursuz insanlardan biridir. Çox adi bir işlə məşğuldur. Üzərinə məsuliyyət almaqdan qorxur. Heç bir zaman evlənməyib.
boşanmaqdan qorxur. Cəmi bir neçə dost tanışı var, insanlardan sıxılır. Heç bir daşınmaz əmlaka sərmayə qoymayıb, çünki pulunu itirməkdən qorxur. Bu adam yüksək zəka gücündən uğur qazanmağın yollarını axtarmaq üçün istifadə etmək əvəzinə işləri yaxşı getməyəcəyini, heç nəyə yaramayacağını, yaxşı nəticə verməyəcəyini, qısası uğur qazanmayacağını sübuta yetirmək məqsədi ilə istifadə edir. Onun beyninin əsrarəngiz qırışlarını idarə edən mənfi düşüncəyə görə cüzi müdaxilə gücünə sahibdir və heç nə meydana gətirmir. Halbuki bir münasibət dəyişikliyi ilə mükəmməl işləri görülə bilərdi. Yüksək uğurlar əldə edə biləcək qədər yüksək zəkaya sahib olsa da, düşüncə gücü kasad idi. Yaxşı tanıdığım başqa bir dostum New Yorkun qabaqcıl universitetlərindən birində elmlər doktoru diplomunu aldıqdan qısa müddət sonra orduya getdi. Orduda 3 ilini necə keçirdi? Zabit kimi yox, mütəxəssis kimi də yox. O 3 ilini yük maşını sürücülüyü ilə keçirdi. Nəyə görə? Çünki əgər əskərliyə qarşı mən onlardan üstünəm, hərbi nizam-intizama qarşı çox məntiqsizdirlər. Rejiminə qarşı mənim üçün deyil, başqaları üçündür. Özü də daxil olmaqla hər şeyə qarşı bu axmaq vəziyyətdən canımı qurtarmağın bir yolunu tapa bilmədiyim üçün mən də axmağam, mənfi münasibətlərlə dolmuş, yüklənmişdi. Bu tanışım heç kimin hörmətini qazanmadı. Geniş təhsil bazası haradasa dərin bir yerə bastırıldı. Mənfi münasibət və davranışları onu kimlərinsə əmri ilə ora-bura qaçan adi bir adama çevirdi. Yadınıza salın, zəkanıza istiqamət verən düşüncə nə qədər ağıllı ola bilməyinizdən daha əhəmiyyətlidir. Bir doktorluq dərəcəsi belə bu əsas uğur prinsipinə üstün gələ bilməz və onu aktual olmaqdan çıxartmaz. İllər əvvəl qabaqcıl reklam agentliklərindən birinin qabaqcıl idarəçisi olan Filfillə yaxından dostlaşmışdım. O agentliyin marketinq araşdırmalarını idarə edir və mükəmməl işlər görürdü. Fil super ağıllı idimi? Heç də yox. Fil araşdırma üsulları barədə demək olar heç nə bilmirdi. Statistika sahəsində də həmçinin. Universitet bitirməmişdi. Hərçənd onun üçün işləyənlərin hamısı diplomlu idi. Fil araşdırmanın texniki hissəsini bildiyini iddia etmirdi. Elə isə onunla işləyənlərin heç biri ildə 10 min dollar qazanmadığı halda filin illik 30 min dollar qazanmasını nə təmin edirdi? Çox sadə izahı var. Fil bir insan mühəndisi idi. O tamamilə xoş, yaxşı insandı. İnsanları sevirdi. Əhvalı yaxşı olmayanları ilhamlandırırdı. Həvəsli idi. Həyəcanlandırmağı yaxşı bacarırdı. Fil insanları başa düşürdü. Onları razı salan, hərəkətə gətirən, işlədən faktorların nə olduğunu həqiqətən görə bilirdi. Fil şirkətin nəzdində zəkası ilə deyil, IQ şkalasında özündən yüksəkdə duran bu zəkaları idarə etməsi ilə dəyər qazanmışdı. Universitetə daxil olan hər 100 nəfərdən 50 nəfəri məzun ola bilir. Bunun səbəbi məni çox maraqlandırırdı. Nəhayət böyük bir universitetin qeydiyyat şöbəsinin müdirindən bu barədə fikrini soruşdum. Bunun səbəbi zəka azlığı deyil dedi. Kifayət qədər qabiliyyətə sahib deyildirsə qəbul etmirik. Pulla da bağlı deyil. Bugün hər bir gənc təhsil xərcini özü çəkə bilər. Həqiqi səbəb yanaşma tərzi və münasibətlə bağlıdır. Sırf professorları, tələbə yoldaşlarını və oxumalı olduqları dərsləri sevmədikləri üçün neçə gəncin təhsilini yarımçıq qoyduğunu bilsəniz təəccüblənərsiniz. Eyni səbəb mənfi təfəkkür nə üçün yüksək səviyyəli rəhbər vəzifələrin bir çox gənc idarəçi üçün əlçatmaz olduğunu izah edir. Minlərlə gənc idarəçinin irəli getməsini dayandırması zəka zəifliyi ilə deyil, şıltaq, aqressiv, bədbin, neqativ yanaşma tərzi ilə bağlıdır. Bir idarəçinin mənə dediyi kimi, çox nadir hallarda bir gənci sırf zəka zəifliyi ucbatından işə götürməkdən imtina edirik. Demək olar ki, əsas səbəb yanaşma tərzi mövqeyidir. Bir dəfə sığorta şirkəti tərəfindən nə üçün satış nümayəndələrinin ən uğurlu 25%-nin ümumi satışın 75%-dən çoxunu həyata keçirdiyi halda ən aşağıdakı 25%-nin ümumi satışının yalnız 5%-ni reallaşdırdığını öyrənmək üçün təhkim olunmuşdum. Minlərlə kadr qovluğu böyük diqqətlə yoxlanıldı. Araşdırma nəticələri heç bir şübhəyə yer qoymayacaq şəkildə zəka cəhətdən əhəmiyyətli bir fərq olmadığını aşkarca ortaya qoydu. Bundan başqa təhsillərindəki fərqlilik də satış uğurlarındakı fərqi izah etmirdi. Nəticədə çox uğur qazananlarla daha çox uğursuzluq qazananlar arasında yanaşma tərzindəki fərqlərə qədər bölgü aparıldı. Ən uğurlu qrup daha az ehtiyatlı, daha az narahat, daha həvəsli idi.
İnsanlara qarşı səmimi bir sevgi bəsləyirdi. Təbii qabiliyyətimizin səviyyəsini dəyişmək üçün heç nə edə bilmərik, amma sahib olduqlarımızdan istifadə etmə şəklimizi şübhəsiz dəyişdirə bilərik. Savad ondan nəzərdə tutulmuş şəkildə istifadə etdiyimiz zaman güc deməkdir. Bilik mövzusundakı bəzi yanlış fikirlər zəka bəhanəçiliyi ilə sıx bağlıdır. Tez-tez savadın güc olduğunu eşidirik. Amma bu ifadə həqiqəti tam əks etdirmir. Yarısı düzdür. Savad sadəcə potensial gücdür. Sadəcə işə salınanda və xüsusilə də mütərəqqi şəkildə istifadə edilərsə, təsir gücünə malik ola bilər. Deyilənə görə bir dəfə məşhur elm adamı Einstein'dən 1 milin neçə metr olduğunu soruşublar. Einstein'in cavabı belə imiş: bilmirəm. Nə üçün beynimi 2 dəqiqəyə istənilən kitabda tapa biləcəyim məlumatlarla doldurmalıyam? Einstein bizə böyük bir ibrət dərsi verir. Beyninizdə məlumatlar üçün anbar əvəzinə düşünmək üçün istifadə etməyinizin daha vacib olduğunu başa salır. Bir dəfə Henry Ford Chicago Tribune qəzeti ilə məhkəməyə düşdü. Qəzet Forda savadsız demişdi və Ford onlara isbat edin tələbi irəli sürdü. Tribune qəzeti Forda Benedict Arnold kimdir, müstəqillik müharibəsi hansı tarixdə baş verib kimi bəsit suallar vermiş və çox məhdud təhsilli Ford sualların çoxuna cavab verə bilməmişdi. Axırda suallardan bezmiş və bu sualların cavabını bilmirəm, amma 5 dəqiqə ərzində bilən birini tapa bilərəm demişdi. Henry Ford lazımsız məlumatlarla qətiyyən maraqlanmadı. O, hər uğur qazanmış idarəçinin bildiyi kimi məlumata necə çatmaq lazım olduğunu bilməyin beyində məlumat anbarı kimi istifadə etməkdən daha vacib olduğunu bilirdi. Məlumat toplamaq insana nə qədər dəyər qazandırar? Bu yaxınlarda gənc, amma sürətli böyüyən bir istehsalat müəssisələrinin rəhbəri olan dostumla olduqca maraqlı bir görüşüm oldu. O əsnada TV-də ən diqqət çəkən bilik yarışı efirdə idi. Ekrandakı yarışmaçı həftələrdir proqrama davam edir və hər sahəyə aid çoxu mənasız kimi görünən xeyli suala düzgün cavab verirdi. Yarışmaçı Argentinadakı bir dağla bağlı qeyri-adi bir suala cavab verdikdən sonra dostum mənə baxdı və "Səncə bu adama mənimlə işləməsi üçün nə qədər pul verə bilərəm?" deyə soruşdu. "Nə qədər?" dedim. $300 1 sent də artıq vermərəm. Həftəlik deyil, aylıq deyil, ömürlük. Onun dəyərini ölçdüm. Bu məlumat adamı düşünə bilməz, sadəcə əzbərləyə bilər. O sadəcə olaraq canlı bir insan ensiklopediyasıdır. $300 isə yaxşı bir ensiklopediya dəsti almaq mümkündür. Hətta bəlkə bu belə çoxdur. O adamın bildiyi şeylərin 90%-ni $2 dəyərində illik almanaxda tapa bilərəm. Mən ətrafımda deyə əlavə etdi. Problem həll edə bilən, fikir istehsal edən insanlar olmasını istəyirəm. Xəyal qura bilən və sonra o xəyalı təcrübə ilə həyata keçirə bilən insanlar. Bir fikir adamı mənimlə pul qazana bilər. Məlumat adamı isə qətiyyən. Zəka bəhanəçiliyini müalicə etməyin 3 yolu. Zəka bəhanəçiliyini müalicə etmənin 3 sadə yolu var. 1. Öz zəkanızı əsla zəif görməyin, kiçiltməyin, aşağı qiymətləndirməyin və əsla başqalarının zəkasını gözünüzdə böyüdüb şişirtməyin. Özünüzə layiq olduğunuz dəyəri verin. Özünüzü ucuz satmayın. Sahib olduğunuz qiymətli xüsusiyyətlərinizə diqqət edin. Üstün qabiliyyətinizi kəşf edin. Yadınıza salın, nə qədər zəkaya sahib olduğunuz deyil, ondan necə istifadə etməyiniz əhəmiyyətlidir. Zəka səviyyəniz üçün narahat olmaq əvəzinə beyninizi düzgün işlədin. 2. Gün ərzində özünüzə davamlı olaraq bunu xatırladın. Yanaşma tərzim zəkamdan daha vacibdir. İş və şəxsi həyatınızda pozitiv mövqelər tutmağı mənimsəyin. Niyə bacara bilməyəcəyinizin deyil, nə üçün bacara biləcəyinizin səbəblərini tapmağa, görməyə çalışın. Mən qazanıram duruşunu inkişaf etdirin. Zəkanızı müsbət, yaradıcı istifadə üçün işə salın. Ağlınızdan məğlub olacağınızı isbatlamaq üçün deyil, qalib gəlməyin yollarını tapmaq üçün istifadə edin. 3. Düşüncə qabiliyyətinin məlumat əzbərləmə qabiliyyətindən daha dəyərli olduğunu xatırlayın. Ağlınızdan fikir yaratmaq və inkişaf etdirmək, nələrsə etməyin və ediləcək şeylərin yeni və daha yaxşı yollarını tapmaq üçün istifadə edin. Özünüzə sual verin. Zehni qabiliyyətimdən tarix yazmaq üçünmü istifadə edirəm, yoxsa başqalarının yazdığı tarixi qeyd etmək üçünmü? Bəhanəçilik xəstəliyinin ən çox rast gəlinən 4 növündən 3-cüsü. Xeyri yoxdur. Mən çox yaşlıyam, yaxud çox gəncəm.
Yaş bəhanəçiliyi, hər cürə doğru yaşda olmamaq, uğursuzluq xəstəliyi asanlıqla təyin edilə bilən iki formadan ibarətdir. Çox yaşlıyam növü və çox gəncəm növü. Yəqin hər yaşdan yüzlərlə insanın həyatdakı adi fəaliyyətini buna bənzər şəkildə izah etdiklərini eşitmisiniz. İndi bu iş üçün çox yaşlıyam və ya gəncəm. Yaş problemimə görə görmək istədiyim yaxud görə biləcəyim işləri görə bilmirəm. Əslində isə nə qədər az insanın özünü yaş cəhətdən özünü doğru nöqtədə hiss etməsi təəccüb doğurur. Bu bir bədbəxtlikdir. Bu bəhanə həqiqi fürsət qapılarını minlərlə insanın üzünə bağlayır. Onlar o yaşda olmadıklarını düşünürlər. Buna görə də heç özlərini cəhd göstərmək zəhmətinə də salmaq istəmirlər. Çox yaşlıyam növü yaş bəhanəçiliyinə daha çox rast gəlinir. Bu xəstəlik gözə çarpmadan hiyləgərcəsinə yayılır. Şirkət birləşməsi səbəbilə işindən olan və sonra çox yaşlı olduğu üçün başqa bir iş tapa bilməyən bir yüksək səviyyəli idarəçi ilə bağlı sənədli teleserial çəkilmişdi. Cənab müdir başqa bir iş tapmaq üçün aylarla çalışır, amma tapa bilmir və sonda qısa bir müddət intihar etməyi düşündükdən sonra təqaüdə çıxmağın yaxşı bir fikir olacağına qərar verir. Nə üçün 40 yaşında işiniz bitir? Mövzusunu ələ alan oyunlar və jurnal məqalələri çox yayılıb. Amma bunun səbəbi reallıqları əks etdirdikləri ilə deyil, bir bəhanə axtaran, özündən şübhəli fərdlərə xitab etdiyi və cazib gəldiyi ilə bağlıdır. Yaş bəhanəçiliyinin öhdəsindən gəlmək. Yaş bəhanəçiliyi müalicə edilə bilər. Bir neçə il əvvəl satış təlimi keçdiyim əsnada bu xəstəliyi həm müalicə edən, həm də ümumiyyətlə yoluxmamaq üçün peyvənd olaraq istifadə ediləcək bir vaksin kəşf etdim. Həmin təlim proqramında Sesil adında bir müdavim vardı. Sesil 40 yaşında idi və bir emalçının təmsilçiliyini boynuna götürərək iş həyatına yeni bir istiqamət vermək istəyirdi. Amma bunun üçün çox yaşlı olduğunu düşünürdü. Nəticə olaraq dedi və izah etdi. Sıfırdan başlamaq məcburiyyətində qalacağam. 40 yaşım var və indi bunun üçün çox yaşlıyam. Sesil ilə onun yaşlılıq problemini dəfələrlə müzakirə etdik. Mən israrla o məşhur sözü təkrarlayırdım. Özünü hiss etdiyin yaşdasan. Amma heç bir yol qət etmədiyimi anladım. İnsanlar tez tələsik, axı mən özümü çox yaşlı hiss edirəm deyərək cavabı gecikdirmirlər. Nəticədə işimə yarayan bir üsul kəşf etdim. Bir gün bir təlim seansından sonra bu üsulu Sesil üzərində sınaqdan keçirdim. Sesil, bir insanın məhsuldar həyatı nə zaman başlayır? Bir neçə saniyə düşündü və cavab verdi. Zənnimcə 20 yaşlarında. Yaxşı dedim. Bir insanın məhsuldar həyatı nə zaman bitir? Sesil cavab verdi. Əgər özünə yaxşı qulluq edibsə və işini sevirsə, zənn edirəm 70 yaşlarına qədər hələ də çox faydalı ola bilər. Oldu dedim. Bir çox insan 70 yaşlarına çatdıqdan sonra son dərəcədə məhsuldar ola bilər. Amma sənin az əvvəl dediyini nəzərə alsaq, bir insanın məhsuldarlıq illəri 20 ilə 70 yaşı arasındadır. Bu aradan zaman dilimi 50 il, yaxud yarım əsrdir. Sonra əlavə etdim. Sesil, sənin 40 yaşın var. Məhsuldar həyatının neçə ilini keçmiş olursan? 20 dedi. Yaxşı, bəs neçə ilin qaldı? 30 deyə cavab verdi. Başqa sözlə, Sesil, sən hələ yolun yarısına belə çatmamısan. Məhsuldarlıq illərinin cəmi 40%-ni istifadə etmisən. Sesilə baxdım və nə demək istədiyimi anladığını gördüm. Yaş bəhanəçiliyi xəstəliyindən qurtulmuşdu. Sesil önündə hələ fürsətlərlə dolu uzun illərin olduğunu başa düşdü. Artıq çox yaşlıyam düşüncəsini bir kənara qoyub, hələ gəncəm, cavanam fikrinə keçdi. O indi hansı yaşda olduğunun heç nəyə təsir etməyəcəyini anlamışdı. Yaş bəhanəçiliyindən azad olmaq adətən möhkəm kilidlənmiş olduğunu fikirləşdiyimiz fürsətlərə qapı açır. Bir qohumum cürbəcür işlərlə məşğul olaraq illərini keçirdi, amma həqiqətən ən çox görmək istədiyi işi heç cürə tapa bilməmişdi. Axırda vaiz olmaq istədiyinə qərar verdi, amma fikirləşincə bunun üçün çox yaşlı olduğunun fərqinə vardı. 45 yaşındaydı, 3 kiçik uşağı və azca pulu vardı. Amma bütün gücünü topladı, 45 olur olsun, mən vaiz olacağam, dedi. Viskonsində 5 illik kursa yazıldı. 5 il sonra isə vaizliyə təyinat aldı. Yaşlı idimi? Əsla xeyr. Hələ qarşıda məhsuldar ola biləcəyi tam 20 ili var idi.
Bu yaxınlarda onunla görüşdüm və mənə belə dedi: "Bilirsən, əgər 45 yaşında ikən o vacib qərarı qəbul etməsəydim, həyatımın yerdə qalan hissəsini sadəcə yaşlandığımı düşünərək əzab içində keçirmiş olacaqdım. İndi özümü 25 il əvvəl olduğum qədər gənc hiss edirəm." Yaş bəhanəçiliyinin öhdəsindən gəlmənin təbii nəticəsi gənclik nikbinliyini və gənclik hissini qazanmaqdır. Yaş məhdudiyyəti ilə bağlı qorxularınıza qalib gəlməklə uğurla paralel olan həyatınıza illər də əlavə edə bilərsiniz. Universitetdən köhnə bir həmkarım yaş bəhanəçiliyinin öhdəsindən gəlmək mövzusunda maraqlı bir üsul təqdim edir. Bill 1920-ci illərdə Harvarddan məzun olub. Təvazökar həddə var-dövlət qazandığı birja işində 24 il keçirdikdən sonra universitet professoru olmaq istədiyinə qərar verdi. Billin dostları ona özünü ağır təhsil proqramı ilə hədsiz dərəcədə yoracağı barədə xəbərdarlıq etdilər. Amma Bill məqsədinə çatmaqda qərarlı idi və 51 yaşında Illinois Universitetinə daxil olub 55 yaşında isə oranı bitirdi. Bu gün Bill yaxşı tanınan Sosial Elmlər Fakültəsində İqtisadiyyat kafedrasının müdiridir və xoşbəxtdir. Gözəl illərimin təxminən 1/3 hissəsi hələ qabaqdadır deyərkən gülümsəyir. Yaşlılıq bir uğursuzluq xəstəliyidir. Sizə yoluxmasına, sizi dayandırmasına, maneçilik törətməsinə imkan verməyərək ona qalib gəlin. Bir insan nə vaxt çox gənc hesab olunur? Yaş bəhanəçiliyinin çox gəncəm növü də zərərlidir. Təxminən 1 il əvvəl mənə Jerry adlı 23 yaşlı bir gənc yaxınlaşdı. Ağlı başında bir adam idi. Universitetdə oxuyarkən böyük bir nəqliyyat şirkətində satıcı işləyərək həyat yoldaşının və oğlunun dolanışığını təmin etmişdi. Həm universitetdə, həm də şirkətdə mükəmməl nəticələrə nail olmuşdu. Amma bir gün Jerry narahat idi. "Doktor Schwartz," dedi. "Mənim bir çətinliyim var. Şirkətin mənə satış müdirliyi vəzifəsi təklif edib. Bununla mən 8 satış nümayəndəsinə rəhbərlik etməli oluram." "Təbriklər, bu əla xəbərdir," dedim. "Amma nədənsə narahat görünürsən." "Bəli," dedi. "Cavabdeh olduğum 8 nəfərin hamısı özümdən 7-21 yaş böyükdür. Sizcə nə etməliyəm? Bunun öhdəsindən gələ bilərəmmi?" "Jerry," dedim. "Yəqin şirkətin baş direktoru sənin yaşının kifayət etdiyini düşünür, yoxsa bu vəzifəni təklif etməzdi. Hər şey yolunda gedəcək. Sadəcə bu 3 məqamı xatırla. Birincisi, yaşı özünə dərd etmə. Yaşa qarşı həssas davranma. Qədimdə fermalarda bir uşaq bir adamın işini görə bildiyi isbatlandıqdan sonra kişi sayılırdı. Ad günü mərasimlərinin sayının buraya heç bir əlaqəsi yoxdur və bu sənə də aiddir. Satış müdirliyi vəzifəsinin öhdəsindən gələ biləcəyini sübut edəndə avtomatik olaraq münasib yaşda olursan. İkincisi, yeni vəzifəndən sui-istifadə etmə. Satıcılara hörmətlə yanaş, onlardan təklifləri ilə maraqlan. Buyruqçu olma. Onlara bir kapitan kimi, bir özündən razı üçün deyil, bir komanda üçün çalışdıqlarını hiss etdir. Dediklərimə riayət etsən, onlar sənə qarşı deyil, səninlə birlikdə işləyəcəklər. Üçüncüsü, səndən yaşca böyük insanların sənin üçün işləmələrinə öyrəş. Bütün sahələrdəki liderlər qısa müddətdə özlərinə bağlı işləyən bir çox insandan daha gənc olduqlarının fərqinə varırlar. Ona görə də yaşca böyük olanların sənin üçün işləmələrinə öyrəş. Gələcək illərdə qarşına daha böyük fürsətlər çıxanda bunun sənə çox böyük köməyi dəyəcək. Unutma Jerry, yaşını maneəyə çevirmədikcə o sənin xeyrinə işləyəcək." Bu gün Jerry yaxşı vəziyyətdədir. Nəqliyyat işini sevir. Bir neçə il ərzində öz şirkətini qurmağı planlaşdırır. Gənclik yalnız cavanlar elə düşündükləri zaman maneə kimi görünür və həqiqətən maneə olur. Tez-tez sığorta satmaq kimi müəyyən işlərin əhəmiyyətli fiziki puxtələşmə tələb etdiyini eşidərsiniz. Bir sərmayədarın etibarını qazanmaq üçün yaşca böyük görünmək lazım gəldiyi barədə deyilənlər tamamilə boşboğazlıqdır. Əslində işinizi nə qədər yaxşı apardığınız daha vacibdir. İşinizi bilir və insanları başa düşürsünüzsə, deməli onun öhdəsindən gələcək qədər kamilləşmisiniz. Uğura möhürünüzü vurmaq üçün sadəcə illərə ehtiyacınız olduğuna inanmaqdan vaz keçmədən yaşın nail olduqlarınızla birbaşa əlaqəsi olmadığını başa düşə bilməzsiniz. Əksər gənc insanlar gəncliklə bağlı dayandırıldığını və onlara maneçilik törədildiyini zənn edərlər.
Düzdür, bir təşkilatda özünə inanmayan və işindən qorxan digər bir nəfərin yaşınızı və ya hər hansı başqa bir səbəbi irəli sürərək sizin qabağınızı kəsməyə çalışması mümkündür. Ancaq qurum daxilində əhəmiyyəti, gücü, dəyəri olan və həqiqətən olduqları mövqedə hamı tərəfindən sayılan insanlar bunu etməzlər. Onlar yaxşı idarəedici bacarığınıza, işlərin öhdəsindən rahatlıqla və ədalətlə gələ biləcəyinizə inandıqca sizə çox məsuliyyət etibar edəcəklər. Kifayət qədər qabiliyyətə və pozitivliyə sahib olduğunuzu göstərdiyiniz halda gəncliyiniz bir imkan, avantaj olaraq görüləcək və nəzərə alınacaqdır. Qısası, yaş bəhanəçiliyinin müalicəsi üçün 1. Hazırki yaşınıza nikbin gözlə baxın. Hələ də gəncəm deyə düşünün. Artıq yaşlıyam deyə deyil. Gəncliyin adrenalin və hissini sezin. Yeni şartları səbirsizliklə gözləməyi vərdiş halına gətirin. 2. Sərf edəcək nə qədər vaxtınız qaldığını hesablayın. Unutmayın, 30 yaşlı bir insanın sərf edə biləcəyi yaşın 80% hələ də qarşıdadır. Məntiqlə 50 yaşlı bir insanın fürsətlərlə dolu böyük bir 40%, ən yaxşı halda 40% vardır. Əslində ömür bir çox insanın düşündüyündən daha uzundur. 3. Həqiqətən etmək istədiyinizi edərək gələcəyinizə indidən sərmayə qoyun. Beyninizin bədbin fikirlərə qapılmasına icazə verdiyiniz və artıq gec olduğunu zənn etdiyiniz zaman doğrudan da çox gecdir. Kaş illər əvvəl başlayaydım deyə düşünməyi tərk edin. Bu uğursuzluq düşüncəsidir. İndi başlayacağam və ən yaxşı illərim qabaqdadır deyə düşünün. Uğurlu insanlar belə düşünürlər. Bəhanəçilik xəstəliyinin ən çox rast gəlinən 4 növündən 4-cüsü. Axı mənim vəziyyətim fərqlidir, bədbəxtlik məni tapır. Son günlərdə bir nəqliyyat mühəndisinin avtoyol təhlükəsizliyi mövzusunda çıxışını dinlədim. Hər il ən azı 40 min nəfər insanın güya yol qəzalarında həlak olduqlarını deyirdi. Çıxışının əsas məqamı əslində qəza deyə bir şeyin bir insan xətası, mexaniki bir səhv ya da bunların ikisinin kombinasiyası olması barədə idi. Bu nəqliyyat mütəxəssisinin iddia etdikləri bir şeyi təsdiqləməkdədir. Hər şeyin bir səbəbi vardır. Hava belə təsadüfi deyil. O əsaslı proseslərin nəticəsidir. İnsan münasibətlərinin bir istisna təşkil etdiyinə inanmağa əsas yoxdur. Lakin kimlərinsə qarşılaşdığı çətinliklərə görə pis taleyi günahlandırdığınız, eşitmədiyimiz elə bir gün olmur. Amma nadir hallarda kimlərinsə başqalarının uğurunu hansısa bəxti gətirməklə bağladığını eşitməmiş oluruq. İnsanların bəxt bəhanəçiliyinə necə məğlub olduqlarını sizə bir misalla izah edim. Bu günlərdə 3 gənc idarəçi ilə nahar edirdim. Dünən onlardan birinin George'nin vacib vəzifəyə irəli çəkilməsi barədə danışırdıq. Gənclərin hər üçü bir sıra səbəblər irəli sürdü. Bəxt, xarici görünüş, tapşırıq, yaltaqlıq, George'un həyat yoldaşının, müdirin xanımının qılığına necə girməsi, qısacası əsl səbəbdən başqa hər şey söyləndi. Həqiqət isə bundan ibarətdir. George aşkar şəkildə onların hamısından daha qabiliyyətli idi. Daha yaxşı işləyir, daha çox çalışırdı, daha təsir edici bir şəxsiyyətə sahibdi. Digər tərəfdən şirkətdəki yuxarı kateqoriya idarəçilərin bu 4 nəfərdən hansının seçilməsi məsələsinə nə qədər vaxt sərf etdiklərindən də xəbərim var. Acı həqiqətlə üzləşmiş 3 tanışım idarəçilərin vəzifəyə təyin edəcəkləri adamın adını papaqdan çıxarmadıqlarını çoxdan bilməli idi. Bu yaxınlarda alət dəsti istehsal edən bir şirkətin satış müdiri ilə bəxt bəhanəçiliyi xəstəliyinin ciddiliyi barədə danışırdıq. Bu problem onu həyəcanlandırdı və mövzu ilə əlaqədar başına gələn bir hadisəni danışmağa başladı. Əvvəllər belə bir termin haqqında heç nə eşitməmişdim dedi. Lakin bu hər satış müdirinin mübarizə aparmalı olduğu çətin məsələlərdən biridir. Haqqında danışdığımın ən mükəmməl misalı dünən şirkətimizdə yaşandı. Satış nümayəndələrimizdən biri saat 4 iradələrində əlində 112 min dollarlıq sifarişlə ofisə qayıtdı. Sifarişi az olduğu üçün məyus olan başqa bir əməkdaş da o ərəfədə ofisdə idi. John'un yaxşı xəbərini eşidəndə daha çox qısqanclıq və paxıllıq hissləri ilə onu təbrik etdi və sonra "O, John, yenə bəxtin gətirib" dedi.
İndi bu satış nümayəndəsi Conun aldığı böyük sifarişin bəxtə heç bir dəxli olmadığını qəbul etməyəcək. Con bu müştəri üçün aylardan bəri mübarizə aparırdı. Həmin müştəri şirkətdə xeyli insanla ünsiyyət qurmuşdu. Onlar üçün ən optimal variantı tapmaq üçün səhərə qədər baş sındırmışdı. Sonra öz mühəndislərimizdən hər bir detal üçün ayrıca eskizlər dizayn etmələrini xahiş etmişdi. Əgər diqqətlə planlaşdırılmış çalışma və səbrlə tətbiq edilmiş planlara bəxt adı vermək mümkündürsə, onda Conun sadəcə olaraq bəxti gətirib. General Motors'un yenidən qurulmasında bəxtdən istifadə olunduğunu təsəvvür edin. Əgər kimin nə etdiyini və haraya getdiyini bəxt müəyyən etsəydi, ölkədəki bütün şirkətlər dağılardı. Bir anlığa General Motors'un bəxt prinsipləri ilə tamamilə yenidən qurulduğunu fərz edək. İş və vəzifə bölgüsünü təmin etmək məqsədi ilə bütün işçilərin adları bir qutuya atılardı. Qutudan ilk çıxan ad idarə heyəti sədri, ikinci çıxan sədrin müavini və bütün mərhələlər bu qayda ilə keçirilərdi. Çox axmaqca səslənir, elə deyilmi? Baxın, bəxt bir qurumda ancaq belə bir funksiya daşıya bilər. Hansı vəzifə olur olsun, idarəçilik, satış, mühəndislik, hüquq, aktyorluq, ağlınıza gələn nə varsa, zirvəyə yüksələn insanlar oraya boyunlarına düşən vəzifəyə və işlərə inamla yanaşdıqları və can yandıraraq çalışdıqları üçün yüksələ bilmişdirlər. Bəxt bəhanəçiliyinə iki yolla qalib gəlin. Səbəb-nəticə qaydasını qəbul edin. Hansısa insanın yaxşı taleyi kimi görünən faktoru bir daha nəzərdən keçirin. Onun müvəffəqiyyətində bəxtin deyil, hazırlıqlı olmağın, planlaşdırmanın, uğur gətirən düşüncənin olduğunu aşkar edəcəksiniz. Bir insanın bəxtsizliyi kimi görünən şeyi təkrar gözdən keçirin. Yaxşıca diqqət yetirsəniz, müəyyən spesifik səbəblər müşahidə edəcəksiniz. Cənab Uğur müvəqqəti bir uğursuzluğa düçar olar, dərsini alar, öyrənər, faydalanar və bunu qazanca çevirər. Amma cənab Ortabab, adi insan isə məğlubiyyətdən dərs çıxarda bilməz. 2. Həqiqətlərdən uzaqlaşmayın. Beyin əzələlərinizi uğur qazanmağın əziyyətsiz yolunu xəyal edərək əbəs yerə yormayın. Sırf bəxtimizin gətirməsi hesabına uğur qazana bilmərik. Bəxt qətiyyən uğurun təsadüfi paylanılması üçün dizayn edilməmişdir. Müvəffəqiyyət uğur gətirən prinsipləri öyrənib, mənimsəməklə və onları canıyananlıqla tətbiq edərək əldə olunur. Vəzifə pillələrində irəliləmə, qələbələr və ümumiyyətlə həyatdakı yaxşı şeylər üçün bəxtə arxalanmayın. Bunun əvəzinə sizi tamamilə qələbə qazanan bir insana çevirə biləcək xüsusiyyətlərinizi inkişaf etdirməyə, gücləndirməyə can atın. Beləliklə, Schwartz Böyük Düşüncənin Sehri kitabının 2-ci fəslini səsləndirmiş oldum. 3-cü fəsil mövzusu özünə inamınızı gücləndirin və qorxuya qalib gəlin olacaq. Əgər bu fəsil sizə də maraqlıdırsa, kanala abunə olun və bildirimləri açın ki, səsləndirmədən xəbəriniz olsun. Dəstək üçün videonu bəyənməyi və şərh yazmağı unutmayın. Sevgi və işıqla qalın.